Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahumme salli ala Muhammedin və ali Muhammed və acil fərəcəhum. Əziz müsəlman bacı və qardaşlar, biz keçən iki dərsimizdə 7 hərf keçmişdik. 7 hərfi inşallah bir də təkrar edək və keçək növbəti dərsimizə. Əlif, bə, tə, pəltək, fə, hə, cim, xa. Bir də təkrar edək. Əlif, bə, tə, fə, hə, cim, xa. İndi isə növbəti qaydamıza keçirik. Növbəti qaydamız isə təsəvvür edin ki, bu sizin dəftərinizdir, mil dəftər. Həmən o dəftərdə ki, siz hərfləri qeyd edirsiniz. Hərfləri bu cür qeyd eləməyiniz daha yaxşı olar. Məsələn, əlif xəttin üstündədir. Bə də xəttin üstündədir, amma nöqtəsi xəttin altındadır. Tə xəttin üstündə, sə xəttin üstündə. Hə, görürsünüz, başı xəttin üstündədir, quyruğu isə xətdən aşağı düşür. Cim də, bax, bura qədər xəttin üstündədir, amma quyruğu xətdən aşağı düşür. Xa da xəttin üstündədir, amma quyruğu xətdən aşağı düşür. İndi isə keçirik növbəti 4 hərfimizə. Deməli, 7 hərf keçmişdik. Bu bizim 8-ci hərfimizdir. 8-ci hərfimiz dəl hərfidir. Dəl hərfi bu cür yazılır. Azərbaycan dilində, bir də yazıram təkrarını. Azərbaycan dilində D səsini verir. Hərfin öz adı dəldir. Daldır, dəldir. Amma Azərbaycan dilində D səsini verir. İkinci hərfimiz isə dəl, ikinci hərfimiz isə zəldir. Zəl də eynən dəl kimi yazılır, amma üstündə bir dənə nöqtə olur. Bir də təkrar edirik. Üstündə bir dənə nöqtə olur. Zəl də hərfin adı zəldir. Azərbaycan dilində adı Z səsini verir. Ümumiyyətlə, ərəblərdə və farslarda 4 Z hərfi var və 4 Z hərfi müxtəlif kəlmələrdə müxtəlif səslərin ifadə olunur. Birincisi, bu bizim birinci Z hərfimizdir. Bugün 2 Z hərfi keçəcək. Deməli, bugün 3-cü, ümumən isə 10-cu hərfimiz Ra hərfidir. Ra hərfi bu cür yazılır. Bir də diqqət edin. Ra hərfi bu cür yazılır. Hərfin öz adı Ra'dır. Ra. Bizim dildə isə Azərbaycan dilində R səsini verir. Və nəhayət bugünkü 4-cü hərfimiz, ümumən isə 11-ci hərfimiz Ra'nın, necə deyərlər, qardaşı, özür istəyirəm, Za'dır. Ra'nın qardaşı Za'dır. Bu cür yazılır. Bu zəldir. Bu isə Za'dır. Fərq ondadır ki, bu adı bizim dildəki Z'dir. Bu isə biraz kobud deyilən Da
Da hərfidir. Da yox. O başqa hərfdir. Bu isə vadır. İndi isə bu hərflərin xətt üzərində yazılışına baxırıq. Gördüyünüz kimi dəl hərfi, yəni D hərfi, dəl xəttin üzərində yazılır. Zəl hərfi də odur. Xəttin üzərində yazılır. Ra hərfi isə quyruğu xəttdən aşağı düşür. Yəni, az hissəsi xəttin üstündə, çox hissəsi xəttdən aşağı düşür. O cürlə də za hərfi az hissəsi yuxarıda qalır, eynən ra kimi. Çox hissəsi isə aşağı düşür. Üstündə isə nöqtəsi. Deməli, hərfləri bir də təkrar edirik. Dəl, zəl, ra, za. Dəl, zəl, ra, za. Ümumən hərfləri bir də təkrar edək. Əlif, bə, tə, ə, hə, cim, xə. Dal, zəl, ra, la. Bugünlük, yəni 3-cü dərsimiz bu qədər idi. Ümumən biz 11 hərf keçmişik. İnşallah gələn səfərdə 4 hərf keçəcəyik. Ümid edirik ki, bu hərfləri siz öz dəftərlərinizə qeyd edib, həm özünüzə, həm də bizim işimizi rahatlaşdırırsınız. Və isə bu qədər. Bu hərfləri öz dəftərinizə qeyd edirsiniz inşallah. Və növbəti dərsimiz isə, yəni ki, gələn gün, o birisi gün, hər gün olur bizim dərsimiz, hər gün paylaşılır. Assalamu aleykum və rahmetullahi və barakatuhu.